Salam, hörmətli izləyicilər. Vətəndaşlar sual verir ki, bəs işləməyən adamlar necə borc almaq olar? Və yaxud sual verir ki, mən 400 manat maaş alıram, amma məhkəmə qərar verib ki, 500 manat aiməti ödəməliyəm. Ödəyə bilmirəm, nə etməliyəm? Və yaxud sual verir ki, birinci qrupu, ikinci qrupu, üçüncü qrupu əldə aiməti ödəməlidirmi? Ümumiyyətlə borcu ödəməlidirmi? İşləmirsə nə etməlidirlər? Mən hüquqşünas Zaur Seyidzadəyəm. Həm əlilliyi olan şəxs kimi öz təcrübəmi sizinlə bölüşmək istəyirəm. Həm dediyim kimi hüquqşünas kimi bölüşmək istəyirəm. Həm də hörmətli izləyicilər, əlil təşkilatın rəhbəri kimi əldə etdiyim təcrübəni sizinlə bölüşmək istəyirəm ki, hansı halda nə etməlisiniz ki, siz işləmədiyiniz halda sizdən yəni ödəniş tələb edilməsinlər və yaxud hansı halda tələb edə bilər və eyni zamanda dediyim kimi 400 manat maaş alırsınızsa, sizdən 500 manat aiməti tələb eləməsinlər. Və yaxud 300 manat pensiya alırsınızsa, 400 manat aiməti tələb eləməsinlər və yaxud söhbət gedir digər borclardan, hörmətli izləyicilər. Qeyd edin ki, bu videonun bir qisminin balaca bir 3 dəqiqəlik hissəsini yəni YouTube'da short kimi ki, anons olur. Ondan sonra videonun adı üzərində olur, girin oradan tam baxın. Hörmətli izləyicilər və sizdən xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin xəbər olsun. Birinci onu qeyd edin ki, vəkillər sual verirlər ki, bəs mən əlilliyi olan şəxsəm, birinci qrup məndən aiməti tələb edirlər. Vəkillər deyir ki, bəli verilməz uşağa aiməti. Amma demirlər ki, birinci qrup əlillərin özlərində qarşı tərəfdən aiməti almaq hüququ var. Qanunverici əsasən. Qanunvericidə qeyd olunub ki, birinci qrup əlillə arvad, yəni qarşı tərəfdən aiməti ala bilər. Bu da ona əsas verir ki, yəni qarşı tərəfdən danışıq aparsa, mediasiyada ki, bəs sən mənə qarşı aiməti qaldırma, mən də qaldırmıyorum. Yəni belə bir razılığa gəlmək olub. Mənim təcrübəmdə olub. Hörmətli izləyicilər. Və sonra digər məsələ keçin ki, normal vətəndaşlarla söhbət gedir. Məsəl üçün 400 manat maaş alırsa, 500 manat aiməti sizdən istəyirlərsə, o belə deyək, eyni aiməti məbləği sizdən istəyirlərsə, o halda siz iddia verməlisiniz və yaxud qarşılıqlı iddia verməlisiniz ki, sabit aiməti məbləği yox. Mənə yəni gəlirə görə aiməti tutulsun. Onu dərhal etiraz ərizəsi yazılmalıdır. Hörmətli izləyicilər, nəzərə alın. Vacib məsələdən biri budur. Qanuna görə qeyd edin ki, birinci qrupu, ikinci qrup əlillər işləməyə bilər. Amma üçüncü qrup və sağlam şəxslər işləməlidir. Bir çox şəxslər bir də görürsünüz ki, məhkəmə qərarı qəbul edir ki, aiməti ödəməsə və yaxud digər borcları ödəmirsə, yəni səni həbs edir. Bu halda nə etməlidir? Həm belə deyək, üçüncü qrup əlillər, həmin normal sağlam şəxslər, hörmətli izləyicilər. Gəlin məşğulluqda qeydiyyatda durun.